çox düşən sual tiplərindən biridir. 12 nömrəli suala baxsaq, 12 nömrəli sual piritin yanması reaksiyasıdır. Kim deyər uşaqlar, pirit yananda nə verir? Kim deyər, pirit yananda nə verir? Pirit yananda nə verir? Berium 2 O3'dən SO2. Bəli, keçən dəfə biz bu reaksiyanı soruşmuşduq. Pirit yananda verir berium 2 O3 ilə SO2. Bu reaksiyanı əmsallaşdıranda, mən əmsalları əzbər bilirəm deyə. Bura 2 düşür, bura 4 düşür, bura 8 düşür, burada 11 düşür. Reaksiyanı yazıb əmsallaşdırdıq. Biz qrafikdə nə görürük? Qrafikdə görürük ki, 4 mol SO2 əmələ gəlib. 4 mol SO2 əmələ gəlibsə, SO2-nin üzərinə 4 yazıram. SO2 özü neçə moldur? SO2 tənlikdə özü 8 moldur. Qrafikdə görürük ki, oksigen 12-dən başlayıb X-də dayanır. Bu nə deməkdir uşaqlar? Oksigen nə qədər girib mehriban reaksiyaya? 12 çıxıq X 12 qədər. çıxaq X qədər girib, 12 çıx X, özü də 11. Bizdən X-i istəyir. Tərəf-tərəfə bölürük uşaqlar. İndi bunu tərəf-tərəfə bölək. 12 çıx X-in 11-ə nisbəti bərabərdir 4-ün 8. Yəni bunu bölün, buradan X-i tapın zaten. Tərəf-tərəfə bölək. 7/5. Nə qədər edir? 7/5. Hazır. Yox, 7/5, 6/5. İndi neçədirsə o? 6/5. Avarın. Bu tip sual tipləri düşür. İndi bu biraz rahat idi. Bunun biraz üst forması düşür. 2 dənə sulfidi verir, yandırır. Belə məsələlərdə sistem tənliyi ilə işləyir.